Son zamanlar tez-tez zəlzələ xəbərləri eşidirik. Baş verən zəlzələlər əsasən Şamaxı İsmayıllı istiqamətində qeydə alınır. Mütəxəssislər bu ərazini ən aktiv zəlzələ zonası kimi qiymətləndirirlər. Şamaxı İsmayıllı ərazisi Azərbaycanın ən aktiv ərazilərdən biridir. Nəinki Şamaxı İsmayıllı, o gedir, çıxır Şəki, Oğuz, Qəbələ ətrafına da həmçinin də ən aktiv ərazilərdən biridir. Və mütəmadi olaraq hiss olunan zəlzələ baş verəcəkdir və biz bunu müşahidə etdik, şahid olduq. Mən hər zaman qeyd edirəm ki, Azərbaycanda güclü dağıdıcı zəlzələ istisnadır. Düşünmürəm ki, olsun, amma hiss olunan zəlzələ qaçılmazdır. Əsas faktorlardan biri də onun o maqnitudası öz yerində, dərinlik də böyük rol oynayır. Əgər səthə yaxındırsa, təbii ki, 3.5 maqnitudalı güclü hiss olunacaq. Və o güclü məsələsi insanların özündən asılıdır. Məsələn, deyir ki, mən bunu çox güclü hiss elədim. Amma seismoloji baxımdan o hiss olunan zəlzələ sayılır.